Abbasqulu bəy, Bu nədir, pirdir? Yox, Kərbəlayın oğlu Yadullanın qəbridir. Yazıq nakam öldü. Heç bir şeyin üstündə getdi. Kərbəlayı yerə baxan adam idi. Amma hər dəfə başını yuxarı qaldıranda ağır bir cinayət baş verərdi. Gah bir evdə, gah başqasında göz yaşlar axardı. Oğlu da bu vəhşi düşmənçiliyin qurbanı oldu. Uşaq Kolanıdan evə qaydanda qonşu kəndin adamları doğramışlar. Meydini vermirdilər. Kərbəlayın o ağır, müsibətli günlərində işə qarışdım. Uzun mübahisədən, minnətdən sonra oğlanın meydini alıb verdim atasına. Əllərinizi qaldırın! Abbasqulu bəy, Sən kimsən? Xudayarın qardaşıyım bəy. Burada nə gezsən? Qəmlodan gizlənirəm, məni axtarırlar. Fikirləşmirsən ki, birdən Kərbəlayı bura gələr? Kərbəlayı başını itirib bəy, oğlu da yadından çıxıb. Bilmirsən indi hardadır? Kolanlıda karvansaradadır. Getməyin ora bəy. Gözün aydın olsun. O direğe gəliblər. Tureşkin başımızı dürtmüşük kola. Elə bilirik gizlənmişik. Abbasqulu bəy bizdə sir qoymadı Kərbəlayı. Qarabağlarda bənd olmayıblar. Görürsən arası oxulublar, lap bırnımızın ucuna. Abbasqulu bəyin nazı ilə çox oynayır ya, Kərbəlayı. Mən haqqı salamı taptalaya bilmərəm, Qəmlo. Bəs o necə? Taptalamır? Bəs niyə gəlir? Xeyir getirir? Ay getirdi ya Kərbəlayı. Qaydanda döşünə bir orden də asacaqlar, onun gücünə gəlir. Şunu da öldürüşəyəm. Dar qursaq olma. Qoy görək niyə gəliblər. Nə deyirlər? Çıx gör, nə istəyirlər?